Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən Günəş Vəliyeva. Bu gün sizlərlə dövlət qulluğundan fevral qəbuluna düşmüş informatika suallarına baxacağıq. Gəlin baxaq. Sual 1. Aşağıdakı variantların hansında göstərilənlərin hamısı kompüterin texniki vasitələridir? Biz bilirik ki, var texniki təminat hardware, bir də var proqram təminatı software. Burada texniki təminatı soruşduğuna görə söhbət qurğulardan gedəcək. C variantına fikir versəz, digitizer, skaner, monitor, modem bunların hər biri qurğudur. Digitizer giriş, skaner giriş, monitor çıxış, modem isə həm giriş, həm çıxış qurğusudur. Digər variantlarda olanlar isə software, yəni proqram təminatına daxil olur. Sual 2. Detektor proqramının təyinatı nədir? Detektor antiviruslar olaraq kateqoriya olaraq 5 qrupa bölünürdü. Onlardan biri də detektor idi. Detektor əməli yaddaşla xarici qurğular arasında yalnız ona məlum olan virusları tapırdı. A variantı götürəndə cari vəziyyətlə indikini müqayisə edən müfəttişdir. Qarışdırmayaq. Sual 3. Elektron poçt proqramını göstərin. Elektron poçt proqramları bilirsiniz ki, Outlook və Edora proqramıdır. B variantı olacaq. A variantında MS Paint Microsoft şirkətinə məxsus olsa da Office proqramı deyil, ən sadə qrafik redaktordur. Access VBS-dir, Office proqramıdır. Video vizuallaşdırmada istifadə olunur, Office proqramıdır. PowerPoint də yenə təqdimat üçün istifadə olunur, o da Office proqramıdır. Sual 4. Əsas tabları seçin. Əsas tablar dedikdə söhbət həm olmalıdır, o sırf Word-də istifadə olunsun və bir də olmalıdır ki, əsas olsun. Ümumiyyətlə tablar 2 yerə bölünür. Əsas tablar var, main tablar, bir də köməkçi tablar var, kontekstual tablar. Bir home tabı Word-də var. Reference əsas tabdır, yalnız Word-ə məxsusdur. Formulası Excel-də əsas tabdır. Format həm Word-də, həm Excel-də, PowerPoint-də köməkçi tabdır. Review əsas tabdır. Page layout isə Excel-in əsas tabıdır. Ona görə olacaq cavab 1, 2, 5 A variantı. Klaviaturadan yazılan bütün məlumatların qeydiyyata alınmasını təmin edən zərər verici proqram hansıdır? Söhbət burada virusdan gedir. Gəlin həm düzgün cavabı tapaq, həm də bütün variantlarda analiz edək. A variantında keylogger klaviaturadan yazdığınız hər şeyi qeydiyyata alır. Bunun üçün informasiya təhlükəsizliyi mövzusuna da keyloggerin 10-cu hissəyə baxın. Keylogger klaviaturadan yazdığınız hər şeyi qeydə alır. Ona görə cavab olacaq elə A variantı. Ad və ya reklam üçün istifadə olunur. Reklam xarakterlidir. Honeypot bal küpü deyirlər. Saxta serverdir. Spyware casus proqramıdır. Tələbə də yenə virusdur. Onu qırmaq, məhv eləmək çox asandır. Ən primitiv virus adlanır. Keçək sual 6-ya. Sual 6. İnformasiyalaşdırma və informasiya mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən mülkiyyət növündən asılı olmayaraq vətəndaşların, idarə, müəssisə və təşkilatların, habelə digər hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədilə əldə edilməsinə məhdudiyyət qoyulmuş məlumatlar necə adlanır? Söhbət burada məhdudiyyətdən gedirsə, məlumatlar 2 qrupa bölünür. Var açıq kateqoriyalı məlumatlar, bir də var məxfi, yəni konfidensial məlumatlar. Açıq kateqoriyalı məlumatlar belə deyim, açıqdır. Onlarda məxfilik gözlənilir. Konfidensial məlumatlar isə məxfi məlumatlardır. Yenə informasiya təhlükəsizliyi PDF-imizə müraciət edirik sual-cavab hissəsinə. Baxın, burada məlumatları həm bölmüşük məxfiyə, həm də bölmüşük açığa. Məxfidə isə yalnız subyektin razılığı olarsa, icazəsi olarsa, üçüncü şəxsə paylaşıla bilər. Şifrələnmiş məlumatlar var. Onlar da parol istifadə olunanlardır. İnformasiya ehtiyatı deyəndə kitabxanada, arxivdə, fondda, bankda saxlanılan məlumatlar nəzərdə tutulur. İnformasiya xidməti isə istifadəçinin informasiya məhsulundan təmin etməkdir. Məsələn, mən sizə indi bu belə deyim də, qəbulu izah edirəm. Siz nə edirəm? İnformasiyanı təmin edirəm. Yəni sizə xidmət göstərirəm. Sual 7. Seçilmiş sütunu silmək üçün hansı əməliyyatı yerinə yetirmək olar? Gözəl sualdır. Söhbət burada Excel-dən gedir. Excel bölməsində seçilmiş sütunu silmək üçün öncəliklə kontekst menyudan delete əmrini vurmaq lazımdır. Burada silmək dediyinə görə ən birinci çıxan variant cut olur. Cut çünki kəsməkdir. Və Excel orada kəsdiyiniz yerdə kəssəz belə oradan itmir həmin moment. Kontekst menyudan clear hyperlink əmrini vurmaqla clear hyperlink linki təmizləməkdir. Klaviaturadan delete düyməsini vursa sütunun içini siləcək. İndi göstərəcəm bunu. İçini.
Klaviaturadan backspace düyməsini vursa isə birinci sətrin içini siləcək. Gəlin baxaq. Daxil oluruq Excel-ə. Baxın yoldaşlar, bu hissədə həmin sütunu seçirəm. Klaviaturadan, daha doğrusu kontekst menyudan delete əmrini vururam. Table column, table row. Baxın, seçilmiş sütun silindi. Əgər mən həmin hissədə həmin sütunu seçib, seçdim. Klaviaturadan delete vursam, həmin sütunun içini siləcək. Başlıq qalacaq. Klaviaturadan delete. Yox, həmin hissəni yenidən seçib, həmin sütunu yenidən seçib. Backspace düyməsini vursam klaviaturadan. O zaman olduğu birinci hissənin içini nə edəcək? Təmizləmiş olacaq. Ona görə variant olacaq A variantı. 8. Menüsündə hansı üsullarla açmaq olar? Windows 11-də. Klaviaturadan Ctrl-S düyməsini vurmaqla. Bəli, klaviaturadan Ctrl-S vurmaqla aça bilərsiniz. Start menüsünün üzərində sağ düyməni klikləməklə. Bilirsiniz ki, istənilən bir şeyin üzərində sağ düyməni vursaz, o açacaq kontekst menüsünü. Burada da start menüsünün kontekst menüsünü nə edəcək? Açmış olacaq. Baxın belə. 3. Klaviaturadan ESC düyməsini sıxmaq. ESC də dövlət qulluğunun qəbul sualıdır. ESC hər hansı bir əməliyyatı ləğv edir. Məsələn, deyək ki, PowerPoint-da slayd açmısınız, slaydda nümayişdən çıxmaq istəyirsiniz, ESC düyməsini vurursunuz. YouTube-da tam ekran etmisiniz, oradan çıxmaq üçün ESC düyməsini vurursunuz. Bu da deyil. Klaviaturadan Win düyməsini vurmaq. Win budur, Windows düyməsidir. Elə üzərinə vuran kimi açmaq olar. Klaviaturadan Alt-Shift düyməsini sıxmaqla. Alt-Shift düyməsi, baxın burada klaviaturanın dilini dəyişir. Alt-Shift. Bu da deyil. Start menüsünün üzərində sol düyməni bir dəfə vurmaqla, bəli. Ümumiyyətlə klaviatura var. Ümumiyyətlə start menüsünü açmağın 3 üsulu var. Ctrl-S-dir, Win düyməsidir. Bir də burada start menüsünün üzərinə gəlib sol düyməni bir dəfə vurmaqdır. Ona görə cavab olacaq 1, 3 və 6. 1, 3, 6 olan variantımız varmı? Baxaq, klaviaturadan daha doğrusu eski yox, 1, 4, 6 olacaq. Burada yerini səhv işarələdim. 1, 4, 6. Da təmizləyək. Sonra cavab olacaq A variantı. 9. Excel-də ən minimal element nədir? Excel-də ən minimal element səsdir, xanadır, Word-də də simvol idi. Sual 10. Şəkildə göstərilən position əmri hansı funksiyanı yerinə yetirir? Yoldaşlar, bu Word-də font lent qrupunun dialoq pəncərəsidir. Bax, burada görürsünüz, fontun dialoq pəncərəsini açıblar. Burada bizdən soruşur position əmri. Position əmri, deməli, simvollarda sətr xəttindən nəzərən şaquli yer dəyişməni təmin edir. Əgər sizdən üfüqi dəyişməni soruşsaydı üfüqə nəzərən, o zaman burada olacaqdı spacing olacaqdı. Bunu da tez göstərək. Daxil oluruq Word proqramına. Word proqramında bir mətin yazırıq. Həmin yazdığımız mətndə daxil oluruq yuxarı hissəyə. Bir dənə burada qırmızıları bağlayaq. Orfoqrafik qrammatikanı bağlayaq. Fontda dialoq pəncərəsini istədiyinə görə, baxın burada advanced hissəsi, buradan da position əmrini istəyir. İndi fikir ver. Reysi vuran kimi, görürsünüzmü, mətin yuxarı qalxır. Baxın yuxarı, yəni şaquli istiqamətdə. Belə. Ona görə olacaq A variantı. Sual 11. Cədvəldə axtarış sistemində verilmiş sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Bu bizdə bu məsələnin başqa tipləri, daha çox olan tipləri düşübdür. Bunun yalnız bir dənə sayda qaydası var. Budur sözü burada təkdir. Bunun yanında heç nə yoxdur ki? Yox. Bunun qiyməti neçədir? 400. Yazıram 400. Bərabərdir. Adnası sözülə budu sözü burada 2 dənə sözdür. Yəni bir sözdən çoxdur. Onun qiymətini çox tərəfə yazıram. 200 üzərinə gəlsin. Adnası or budu. Bu da bir sözdən çoxdur. 2 dənə söz var. Onun qiyməti də 1200-dür. Bizdən adnasını istədiyinə görə, tək söz istədiyinə görə x-i tək tərəfə yazırıq. O da bərabərdir. 1200, 1400, oradan da 400 çıxanda qalır 1000. Elə bil ki, 400-dən 400-ü bərabər edirsiniz digər ikisinin cəminə. Yenə, burada başqa sualda olsa, yenə çox tərəfdə çox sözləri bir tərəfə yazırsınız, az sözləri bir tərəfə yazırsınız və oradan böyükdən kiçiyi çıxırsınız. Cavab olacaq Y variantı.
Sənədə düsturlar hansı lent tabından əlavə olunur? Word-dür. Bilirsiniz, düsturlar equation-dır. Symbols lent qrupudur. Word-ün içərisinə daxil olursunuz insert-də. Burada Symbols lent qrupunda equation var. Düsturların əlavə olunmasıdır. Orada həm düsturları həm əllə, yəni qələmlə yazmaq olar, həm də riyazi formada. Sual 13. MS Excel-də A2, C2 diapazonundakı məlumatlar əsasında şəkildə dairəvi diaqram. Aşağıdakı cədvəl fraqmentinə əsasən S1 xanasının qiymətini bizdən soruşur. Çox rahat bir sualdır. Sadəcə bir dənə qaydası var. Qayda belədir. Qızıl qayda deyək buna. Qaydamız belədir ki, diaqram sağ əqrəb istiqamətində hərəkət edir. Qayda budur. Yəni bu nə deməkdir? Bu deməkdir ki, birinci hissə birincinin payına düşür. Hər zaman. İkinci hissə ikincinin payına düşür. Üçüncü hissə isə üçüncünün payına düşür. Diaqramda faizlər fərqli də ola bilər, eyni də ola bilər, bir-birinə bərabər də ola bilər. Yəni bu bizi artıq maraqlandırmır. Hər tipi ola bilər. Bizdə əsas odur ki, bizdə birinci birincinin olmalıdır, ikinci ikincinin, üçüncü də üçüncünün. Çünki diaqram A2, C2-yə əsasən qurulub. Yəni A2, C2-də hansı xanalar var? A2, B2, C2. Buradan aydın olurmu ki, birinci ilə ikincinin qiymətləri bir-birinə bərabərdir. Çünki faiz dərəcələri eynidir. Və üçüncü onlardan 2 qat böyükdür. Gəlin hesablayaq birincini. B1-dən A1-i çıxırsınız. 4-dən çıxırsınız 2. 2. 2-ni vurursunuz 3-ə. 2 dəfə 3 6. Üstə 2 gəlirsiniz 8. Bura 8-dir. Bura 8-dirsə, demək bu da eyni faiz dərəcəsindədirsə, bura necə olacaq? 8. Bunu hesablaya bilərsiniz. Amma bax, burada da S1 var. Hesablama olmayacaq. Deməli, bunun da cavabı. Bunlar 8 8-dirsə, bu da bunun 2 qatıdır, 16-dır. İndi bizdən S1 istədiyinə görə gəlin hesablamanı S1-ə görə aparaq. B1-i vurursunuz 1-ə. B1 neçədir? 4. 4-ü vurursunuz 1-ə 4. 4 vurursun 1. Üstə gəlinsin. S1 məndə yoxdur. 2. 2 S1 bərabərdir 8. 2 S1 bərabərdir 4. S1 bərabər 2. Həm qiymətləri yerinə qoyub tapa da bilərsiniz cavabı, həm də belə eləyə bilərsiniz. Yəni S1-i istər burada qoysanız düzgün cavabı almış olacaqsınız. Ona görə cavab olacaq B variantı. Əgər siz bilməsəz ki, diaqram sadə əqrəb istiqamətində hərəkət edir, onda siz hesablamanı düşünməliydiniz ki, görən bu hansının qiymətidir. Çünki hər ikisində S1 var. Sual 14. Şəkildə tətbiq edilən effekti müəyyən edin. PowerPoint-də biraz dərin sualdır, dərinlik dərəcəsi olan bir sualdır. Effektlər fərqlidir. Shadow var, kölgə. Reflection var, güzgü. Glotion var, işıq. Bəli, bu işıqdır. Baxın, mavi işıq qoyublar. Soft var, kəskinlik ölür. Məsələn, necə ölür? Bu fiqurun qıraqları var, o tamamilə yox olur. Bir də bevel var. Məsələn, daxil oluruq bu şəklə. Bu şəkildə bu hissəni götürürük. İndi burada Azərbaycan dilində yazılıbdır. Dəyişmək lazımdır. Burada reflection'dır. Daha doğrusu shadow'dur, kölgə. Baxın, kölgə veririk. Reflection-da əks olunma, güzgü. Baxın, güzgüdür. Glow-dur, işıqdır, parıltı verir burada. Baxın, parıltı. Hamar kənarlar, yəni fiqurun baxın kəskinliyi tamamilə öldü. Bir də əlavə olaraq burada çərçivələr və s. qıraq fonlarını tənzimləyə bilərsiniz. Belə. Ona görə olacaq burada da C variantı. 15. Körpü bright nə üçün istifadə olunur? Demişdik ki, switch-in 2 növü var. Switch çeviricidir, keçirmə qurğusu deyirlər ona. Onun 2 növü var. Bir var marşrutlayıcı, yəni router M. Marşrutlayıcı müxtəlif topologiya, müxtəlif protokol idi. Körpüdə isə müxtəlif topologiya, lakin eyni protokol idi. Hər ikisi, həm körpü, həm router, yəni marşrutlayıcı switch-in növüdür. Yenə deyirəm, körpü, bright, müxtəlif topologiya eyni protokoldur. Müxtəlif topologiya, müxtəlif protokol olan isə marşrutlaşdırıcı idi. Şəbəkə segmentlərini birləşdirən bu konnektordur. Paketləri bir nöqtədən digər nöqtəyə göndərir. Enerji uducu isə bu da terminatorda enerji uducu rolunu oynayırdı. Ona görə cavab olacaq A variantı.